Hörmətli tamaşaçılarımız, hər vaxtınız xeyir olsun. Sizi Şamaxı şəhərindən salamlayıram. Bayram əhval-ruhiyyəsi ilə elə bayram, belə deyə, ərəfələrində Şamaxı rayonuna gəlmişəm. Şamaxıdan danışacağıq. Şamaxıda danışacağıq daha doğrusu. Olar olmazları Şamaxıdan danışacağıq. Nələr olar, nələr olmaz. Paytaxtdan 110 kilometr kənara gəldik ki, bax, görək bölgələrdə necədir vəziyyət. Bölgələrin olar olmazlarına danışaq. Bugün biz bir çox məkanlara üst tutacağıq. Məscidə üst tutacağıq. Məlhəm kəndinə üst tutacağıq, el təbabətindən danışacağıq ki, həmin kənddə demək olar ki, heç kim dərmandan istifadə eləmir. İnandırıram sizi ki, bir yerləri ağrısın, o el sözü var, başları ağrısın, dərman ver mənə demirlər. Dərhal özləri nəsə bir məhlul hazırlayırlar ki, bax, bununla da bir dəqiqənin içində öz baş ağrılarını aradan qaldırırlar. Ona görə də bu həftə bizi mütləq izləyin. Təkrar edirəm, bu demək deyil ki, biz Şamaxıdayıqsa, sırf Şamaxının olar olmazlarından danışacağıq. Xeyr, yenə də öz formatımız qalır, yenə də Şamaxıda çəkilişlərimiz olacaq. Olar olmaz bütün respublikanı əhatə edəcək. Ekranlara yaxın əyləşin, biz başladıq. WhatsApp vasitəsilə mənə şəxsən yaza bilərsiniz. Instagram adresim də şəxsi adresdir. Mütləq orada da bizə mənə yaza bilərsiniz ki, hansı bölgəyə gələk və bizə ailəliklə gözləyin. Sizin ailənizin qonağı olaq və sizə deyin ki, bax, bu olar, bu olmaz. İnsanlara faydamız dəysin deyirik. Sizin də faydanız dəyə bilər. Ona görə biz bir vasitəyik. Bir daha təkrar edirəm, Şamaxı şəhərindəyik. Biz başladıq. Nələr olar, nələr olmaz. Bax, bu barədə danışacağıq. Şamaxı, qüvvət almış Şamaxı, Şamaxıya Şamaxı. Mehri salmış Şamaxı, inan olmuş Şamaxı, qüvvət almış Şamaxı, Şamaxıya Şamaxı. Olar olmaz Şamaxıdadır. Şamaxıdan sizi salamlayır. Biz 743-cü ilə aid bir məsciddəyik. İlk öncə Hacını salamlayıram. Necəsiniz? Selamünaleyküm, hoş gəlmisiniz. Elhamdülillah. Siz necəsiniz? Şükürlər olsun. Məscidə girişinin özünün bir ədəbi var. Elhamdülillah. Peyğəmbər Efendimiz sallallahu əleyhi və səlləm həzrətlərindən var. Məscidə Bismillahla sağ ayağıyla girirlər. Olar və olmazlar Allah qatında, Quran-ı Əzimüşşanda geniş hökmlə verilibdir. Allahın evində qeybət etmək günah sayılarmı? Estağfurullah. Qeybət hər yerdə günah sayılar. Allah Quran-ı Əzimüşşanda deyir ki, qeybət etməyin. Qeybət edən kəslər ölmüş qardaşlarının ətini çeynəyən kimidir. Allah qorusun. Allah bunu haram buyurubdur. Olmaz. Olmaz. Nə onda qalmış ki, məsciddə. Yasin surəsini Azərbaycan dilində oxumaq olarmı? Yəni şərtdirmi biz ərəbcə oxuyaq? Bir şey deyim sizə. Allah Teala Cəllə Cəlal mübarək Quran-ı Əzimüşşanda əmr edir ki, Quran ərəb dilində enib. Bəli. Bu sözsüz biz buna əməl edəcəyik. Quran ərəb dilində. Bir şey var ki, məsələn, indi hansısa bir yazarın yazısın biz Qurana bənzətməyə bizim haqqımız yoxdur. Tərcümədən gedir söhbət. Bəli, haqqımız yoxdur. Amma bir var ki, bir yazarı orijinalını oxuyasan. Bir də var ki, məsələn, onu hansısa bir dilə çevirəsən, oxuyasan. İki hərfdən ibarətdir bu. Ya və sin hərfindən. Bunu alimlərin təxəyyülü var ki, fikri var ki, Allah Teala Cəllə Cəlal burada bu məli vermək istəyibdir, bu sözü demək istəyibdir. Amma həqiqətən o Allah Əzimüşşanla onun sevgili Rəsulunun arasında bugünkü dillə desə elə bilginən ki, bir koddur. Onu heç kim şifrədir. Onu heç kim bilmir axı ki, burada həqiqətən Yasin sözünün mənası nədir? Tərcüməsi yoxdur. Ya və sin. Allah Teala Cəllə Cəlal qatında nə edirik? Quran oxunacaq ərəbcə. Bu sözsüzdür. Yəni bunu tərcümə edib oxumağa ehtiyac yoxdur. Olmazdı. Günaha batmış ola bilər miyiz? Yəni bir şey bu olmaz. Namaz xalçaları satılır mağazada. Üzr istəyirəm, saxlaya bilərsiniz mi? Bunu sizə göstərim. Təsəvvür edin, namaz xalçasıdır. Bu hissədə Məkkədir, yuxarıda Allah yazılıb və xalça da bax bu tərzdə, bu formada. Çox üzr istəyirəm. Və bu da Bakıda da satışdadır. Mən bir şey deyim də sizə. Yəqin ki, bildiniz söhbəti. Və aydındır, bəli. Bax, bunun günahından da deyin mənə və onun Peyğəmbər Efendimizdən hədis var.
namaz qılınan yer, məscidlər çox sadə olmalıdır. Nəyə görə? İnsanın nəzər diqqətini biz axı Allahın huzurundayıq. Allah Teala Cəllə Cəlalın xofu və qorxusu və məhəbbətindən başqa orada bizi məşğul eləyəcək bir amil olmamalı. Bir ermənidir. Müsəlman olub və gəlir yanınıza əlinizi sıxmaq istəyir. Əlini sıxarsınızmı? Mən bir şey deyim də sizə, Allah katında Allahın rızasına, Allah Teala Cəllə Cəlalın izni ilə bir kəs ki Allahı dərk eləyə, La ilahə illallah Muhammedən Rasulullah iqrar eləyə və sözsüz ki, kim olur olsun, milliyyətindən asılı olmayaraq, o haqqa dönübsə o əli mən geri qaytarmarım. İslamda gələni geri çevirmək yoxdur. Kim olur olsun. Qardaş sayıla bilərmi İslam qardaş? Bir şeydir, sözsüz ki, ibadət əhli olmuş olsa, kimliyindən asılı olmayaraq, əl-mu'mininə ixvatun. Möminlər qardaşdır. Bu məscid şahiddir ki, biz bunlara bu yaşadığımız şəhərin ən gözəl güşələrini açdıq. Həmin bu düşmənlərə. Bu düşmənlərə. Baba, bu o yuxarıda o gördüyünüz o qırmızılıqlar ki var, o daşlardır. 2000 nəfər insanı bunlar burada günahsız insanı. Yanıqdan qalan nişanələr, baba bunlar. Saxlanılır. Bəli, bax, qalıb, bu cürünə qalıb. Görürsünüz, bax, bunlar mənə, onların haqqında, onların səmimi olmağının haqqında mənə imkan vermir ki, mən nəsə bir söz deyim. Çünki inana bilmirəm. Çünki o məscidi sonradan top ateşinə tutdular. Ondan sonrasına bizim insanlarımıza qarşı o boyda naxəlifliklər elədilər. Günahın işlənilməsini birinci növbədə bilməlidir ki, bu səhv elədi və o səhvə ixlasla bir də ona dönməmə şərti ilə tövbə eləyib oraya qayıtmayacaq. O da ki, bu insanlardan mən inanmıram ki, bu hal onlarda olsun. Ona görə də mən bunları bağışlamaram. Namaz qılarkən, həyəm zəhmət olmasa keçirinə, nəsə bir olmazlar varmı ki, bax, insanlar onu edir və siz deyirsiniz, kəş ki bir şərait olardı, mən deyərdim ki, qardaş, bunu eləməyin. Namaz qılanda qiblədən yönəlmək olmaz heç bir yana. Qardaşlar, Allah rızası üçün telefonlarınızı ya söndürün, ya da ki, səsin alın. Bax, səsini alın da deyirsiniz, xeyr. Bəli, səsini alın. Bax, bu olmaz. Olmaz. Bu olmaz. Müxtəlif zəhlər olmaz. Bax, bu nədir? Bax, bunun mənası nədir bu xalçanın? Yoxsa adi haldadır? Bu göz deyil ki, bu. Yoxsa... Vallahi bilirsiniz, mən sizə bir şey deyim, onu bəzən kim baxır, kim nəyə oxşadır. Biz onu məsələn bir zavodun, fabrikin, istehsal edən fabrikin bir çeşididir. Biz ondan soruşduq. Dedi ki, biz nə deyə buna, bir işıqdan kimi də yuxarıda. Onun bir təfsirini qoyublar, güya ki. Amma bir şey, güya ki. İndi bəzən gəlir, bizə sual edirlər ki, bəs bu beləncə nədir, bu nəyə oxşuyur? Deyirəm, vallahi o yüz varlığın şəklini bilirsə, o gətirməyə göstərin. Mən də bilim tanıyım, mən o tanımırım vaxta qədər. Deyir, biri ibadət eləyirdi, Məcnun da gəldi, bunun qabağından keçdi. Dolandan sonra durdu, namaz qutarandan sonra bitdi, deyir ki, qabağımdan niyə keçdin? Deyir, nə qayırdın ki? Deyir, mən namaz qılırdım. Deyir, sən namaz qılanda doğrudan da mənə gördünsə, sənin namazın namaz deyir. Deyir, niyə? Deyir, mən bu küllü kainatda Leylidən başqa gözümə heç nə görükmür. Sən bu boyda yaradanın qarşısında ibadət edirsən, orada göz axtarırsansa, özü incitmə. Ona görə də bizim görən gözümüz, varlığımız Allaha təslimdir, Allaha bağlılıqdır və burada biz ayıb görməliyik. Biz bu günləri müsəlmanlar bəzən biri-birin qınıyırlar. Sən əli açıq namaz qıldın, sən əli bağlı namaz qıldın, sən falan elədin. Bəs bunu qınıyınca elə qoy insanlar qınasın o şey ki, Peyğəmbər Əfəndimiz deyir ki, özü toxuyken qonşusu acıyatan bizdən döyür. Qoy bunu qınasın da. İman etmədikdə cənnətə girməzsiniz. Cənnətin açarı imandadır. Aslında neyinirsən? Qad oyalım. Qada görməyəsən, qozun yarpağıdır, qozun qabığıdır. Şimdi mən sənə dedim faydalardan danışacaq, sən də gəlmişsən bağdan yarpaq yığırsan, bunun da faydası var. Bəs bunun faydası var da. Amilin qıçında biraz problemi var, ona bir bax Allah qoysa. Çilladağı kötüyü var. Qarışdırırsan, bağlayırsan. Həlim alınır, həlim kimi. Ondan qurtum 2 litre çay qaşığı ilə.